Nəriman öz üzərində işlədiyini göstərmir. Yəni Azərbaycan çempionatında ola bilər, məsəl üçün rahat çıxış eləyə bilər. Amma bu belə deyək də çox yuxarı səviyyədir. Çempionlar Liqası çox yuxarı səviyyədir. Baxsaz Qurban Qurbanovun oyunçu dəyişikliklərində oyundan çıxan oyunçuların üz cizgilərinə çox məyus idilər. Yəni məyus idilər ki, niyə görə Qurban Qurbanov bizi oyundan aldı? Çünki ora elə bir səviyyədir ki, oyunçular üçün belə deyək də bir loru dildə desək bazardır. Doğru. Yəni orada özlərini yaxşı göstərirlər və ondan da yuxarı təkliflər alırlar. Doğru. Və o oyun vaxtını itirmək istəmirlər. Təsəvvür edin, o oyun vaxtını Qurban Qurbanov Leandrodan alır, digər oyunculardan alır və verir yerli oyunculara ki, siz oynayın. O məsuliyyəti dərk eləyə bilmir. Bizim yerli oyuncularımız elə bilin o səviyyə hazırlaşmır, öz üzərlərində işləmirlər. Yəni o səviyyəyə uyğun deyil. Yəni mən 19 yaşlarında oyununu izlədim. Yəni Qarabağın aşağı yaşı da izlədim. Yəni yerli oyuncular inkişaf eləmək istəmirlər.